İnsan təhlükə ilə üz-üzə qaldıqda, beyin adi gündəlik rejimini dərhal söndürür və çox qədim, təkamül boyu formalaşmış həyatda qalma rejiminə keçir. Bu anda baş verən reaksiyalar nə təsadüfüdür, nə də şuurlu seçimdir. Hər şey avtomatikdir. Təhlükə zamanı insan bəzən heç bir reaksiya vermir, sadəcə donub qalır. Bu qorxaqlıq deyil. Beyin ətraf mühiti maksimum dəqiqliklə analiz etmək üçün bədənin müvəqqəti hərəkətsizliyi alır. Çünki bir çox yırtıcı canlı hərəkətsiz obyektləri fərq etmir və bu, minlərlə il əvvəl həyatda qalmaq üçün effektiv strategiya olub. Eyni anda beyində adrenalin və endorfin kimi maddələr sürətlə ifraz olunur. Bu maddələr ağrı siqnallarını müvəqqəti bloklayır. Ona görə də insanlar ağır zədələrlə qaçıb xilas ola bilir və yalnız təhlükə keçəndən sonra yaralandıqlarını anlayırlar. Beyin üçün əsas məsələ ağrı deyil, yaşamaqdır. Bu proses zamanı zaman anlayışı da dəyişir. İnsanlar təhlükəli anlarda hər şeyin yavaşladığını deyirlər. Əslində zaman dəyişmir. Beyin saniyədə daha çox məlumat emal etməyə başlayır və hadisələr şuurda uzadılmış kimi hiss olunur. Bəzən insanlarda fövqəladə güc ortaya çıxır. Normal halda beyin əzələlərin tam gücünü istifadə etməyə icazə vermir. Çünki bu bədən üçün təhlükəlidir. Amma ölüm riski olduqda bu kilit açılır. İnsan normalda qaldıra bilməyəcəyi ağırlığı qaldıra, qapını sındıra, qalxa bilməyəcəyi hasara qalxa bilər. Bunun ardınca isə ciddi yorğunluq və tükənmə gəlir. Çünki bədən ehtiyatlarını bir anda xərcləyib. Təhlükə zamanı görmə daralır, eşitmə zəifləyir. Bu problemdir kimi görünə bilər, amma əslində beynin filtr mexanizmidir. Lazımsız informasiyalar kəsilir ki, diqqət yalnız təhlükənin üzərində cəmlənsin. Nəfəs də avtomatik olaraq dərinləşir və sürətlənir. İnsan bunu idarə etmir. Beyin özü oksigeni artırır ki, əzələlər və düşünmə maksimum səviyyədə işləsin. Xüsusilə uşaqlar və yaxınlar təhlükədə olduqda fərqli bir instinkt işə düşür. İnsan öz həyatını riskə ata bilir. Bu davranış fərdi yox, nəsli qorumağa yönəlib və təkamül baxımından çox güclü proqramdır. Maraqlısı oldu ki, təhlükə anında insan qorxu hiss etmir. Qorxu hadisə bitdikdən sonra gəlir. Bu beynin təhlükə keçdi siqnalıdır. Belə anlarda sosial rollar, utancaqlıq, status anlayışı tamamilə silinir. Beyin yalnız bir suala fokuslanır: yaşayırsan ya yox? Bütün bunlar göstərir ki, insan bədəni zəif deyil. Sadəcə gündəlik həyatda təhlükəsiz rejimdə məhdud güclə işləyir. Amma real təhlükə zamanı içimizdə çox qədim, səssiz və amansız bir mexanizm oyanır və onun yeganə məqsədi var: sağ qalmaq.